Növbəti ildən hamının maaşından 14% gəlir vergisi tutulacaq. Sualı Qəbuldasan verilişində iqtisadçı deputat Vüqar Bayramov cavablandırıb. 7 il müddətində özəl sektorda çalışan vətəndaşlarımız əmək haqqı aldığı müddətdə vergi ödəmirdilər. Həmin 7 illik müddət 2026-cı ilin yanvarında başa çatır. Fərqli yanaşmalar var. Bizim yanaşmamız ondan ibarətdir ki, proses mərhələli şəkildə həyata keçir. Təbii ki, biz güzəşt müddətinin uzadılmasını təklif edirik. Əgər güzəşt uzadılmaması ilə bağlı qərar qəbul olunursa, o zaman aşağı vergilər tətbiq olunur. Çünki hazırda gəlir vergisinin aşağı həddi 14%-dir. Və 14% əgər tətbiq olunursa, təbii ki, bu əmək haqqı və özəl sektorda çalışan vətəndaşlarımızın yüksdür də, əlavə vətəndaşlarımızın ya maaşını azaltmalıdır, ya da sahibkar həmin yükü öz üzərinə götürməlidir ki, həmin vətəndaşımızın maaşında dəyişiklik olmasın. Bu da eyni zamanda özəl sektorda əmək haqqı artımları baxımından müəyyən çağırışlar yarada bilər. Ona görə bizim təklifimiz ondan ibarətdir ki, bu mərhələli şəkildə həyata keçsin. Məsələn, 2026-cı ildə 2% vergi müəyyənləşdirə bilər, növbəti il 3%, növbəti il 4% və bir tərəfdən bu sahibkarın xərcinin kəskin artmasına gətirib çıxarmayacaq.